Bir müddət əvvəl ev dustaqlığına buraxılan müğənni Rəqsanə İsmayılova təsir dairəsi verilişində qonaq olub. İfaçı studiyaya daxil olduqdan sonra göz yaşlarına hakim ola bilməyib. O, kövrəlməsinin səbəbini isə belə izah edib. Məni bilirsiniz nə kövrəltdi. Bu mənzərəni həbsxanada olarkən gözümün qarşısına gətirmişdim. Yerimin içində oturub sizə baxırdım və deyirdim ki, Lalə xanım, verilişinizə gəlib sizi qucaqlayacağam. Allah bunu mənə qismət elədi. Həbsdə olan ilk günümdə sizdən dəstək almışam. Televizora baxa bilmirdim. Mənim üçün çox çətin idi. Lalə Azərtaşı efirdə gördüm, amma eşitdim ki, başqa mövzulardan danışırsınız. Sonra mənə dedilər ki, Lalə sizdən danışır. Televizora kökləndim və gördüm, deyirsiniz ki, Rəqsanəni 4 övlad gözləyir, ədalətli bir qərar çıxacaq və övladlarının yanına qayıdacaq. Uzandım yerimə və bu anı xəyal etdim. Özümdə dedim ki, Lalə xanım, sizinlə gəlib verilişdə görüşəcəyəm. Həqiqətən də Allah bunu mənə nəsib etdi. Həbsdə olanda hər gün səcdədə olmuşam. Günlərlə Allahımla danışmışam. Yemək-içməkdən, insanların arasında olmaqdan bəlkə də elə bir məqam olub ki, Allahımı unutmuşam və Allah həbsi yaşatdı ki, məni unutma.